Salam, hər vaxtınız xeyir dostlar. Bugün sizlərlə Brawl Stars'da kutu açılımı eləyirik. Bildiyiniz kimi aşamalıda yeni ödüllər gəlib. Hər kişiyə belə deyək ki 1200 Pro Pass DP'si verib. Çünki sezon sıfırlanıb və 3 karakter burada max səviyyədədir. Gale, Tara və Spike. Və biz də kutularımızı sizə göstərək. Gördüyünüz kimi burada kutularımız da var. 2 əfsanəmiz var və digər kutular da var. Onları da açacağıq. Ümid edirik bir dənə karakter çıxar və bu arada burada savaşçılarını da sizə göstərirəm mən. Baxın bir dənə açılmamış destanslardan Lola, Sam, Angelo. 3 destansın açıq deyil. Aha. Gizemlilərdən çox açıq deyil. Və efsanəvilərdən də çox açıq deyil və ümid edirik ki, qəşəng bir video çıxacaq. Kanalı izləyirsə bəyənib, abunə edib, like atmağı unutmayın. Sizinlə keçək kutu açılımlarına. Nə deyirsən, bu nə çıxar? Hər kəsi salamlayıram mən özüm də. İnşallah yaxşı hədiyyələr gözləyirəm. İndi çünki Pro Pass-ə güvənirik. Pro Pass-də çətinliklə yığılır da olar. Yəni çünki çox güclü takımlar gəlir. Yəni onları udmaq çətin olur. Ona görə çox kademə əslində bu dəqiqə bizdə açıqdır. Qəşəng hədiyyələr çıxacaq. Siz də axıra qədər baxsınız. Məncə siz təxminlərinizi yazın. Deyin ki, nə çıxacaq? Biz sonra videoya tam baxın ki, fikir bildirin ki. Çünki toplam 3 əfsanə və 1 gizemli qutu açılacaq. Düzdür, digər qutular da açılacaq. İndi onlar dəqiq bilmir, onlar da əfsanə. Orada digər hesabımız da var bizim orada. Bir də mən müşfiqə məsləhət görürəm ki, əfsanəvilərdənsə birinci o birisiləri açsın ki, şansı əfsanəvi olanın şansını aparmasın. Razıyam. Hə. O birisi qutulardan başlasın. Çünki əfsanəvi olanın şansını apara bilər ona görə. Onda belə eləyirik ağa. Səncə neçə karakter çıxacaq mənə? Məncə bir karakterin var, bir də qəşəng paltar çıxardarsan. Sənin sözünə güvənirəm və 5 elmas götürüb başlayıram, 5 elması götürdük. Və əfsanəvi kutu var. Onu saxla məncə. Saxlayıram. Saxla. Sən dediyin kimi. Aşamanlı açıram. Getdik. 250 Pro Pass DP'si və bu arada bir gizemli açma da. 250 gizemliyə şans verdi bizə. Əla. Yəni bu bizim üçün çox səhvlədir. Bu qutudan başlayaq. Nəsə bunu axıra qədər mən getdim. Yaxşı başlamadan ona görə. 25 güc puanı idarə eləyər və bunu mən açıram. 100 mücəffər. Normaldır. Aşamalı qutular. Və bu nəsə bizə gülür. Və bunun üstünə basaq. Sən bas. Bas. Yavaş. 100 katlayıcı. Çox sağ ol, təşəkkür edirəm. Və 5 elması da götürdük. Bundan sonra aşamalının üzərinə istəyirəm. Hə, bu səfər mən açdım. Mən tez açmaq istəyirəm. Aç. Elə bir taktikam var. Aç. Çox qəşəng bir taktika idi. Mən onu çox bəyəndim. Yəni mücəffərdənsə onu çox vaxt mən açmışam. Ona görə bu səfər sən aç görək. Açıram mən. Aşamalı da sən açarsan bu səfər. Tamam. Görə sənin ürəyiniz olsun, tamam. Əsas izləyicilərimiz ürəyiniz olsun. Yəni biraz belə deyim də sizə. Bəzən əfsanəvilərdən birinci başlamaq o birisinin şansın azaldır. Bu taktikanı biz aparıb. İndi bəzən də hesab da deyirlər uğurlu olmalıdır ki, sizə qəşəng karakter versin. Hə, o şansdır məncə də. Gizemdən başla. Hə, ara aşamalı var. Aşamalıya basır. Tamam. Onu sən mən açım. Yox, sən açmalısan bunu, hə. Tamam, açıram. Demişdim sən at. Və 100 mücəffər. Və mən gizemlidən başlayacağam. Və dostlar, hazırsınız? Getdik. Gəldik əsas hissəyə. Və heç işlətmirəm və bəyənmirdim. Çünki bəyənsəm alardım. Zaten Finksi mən bir kupa eləmişəm. Amma pis deyil aksesuar gizemlidən verməyə. Yaxşıdır, yaxşı. Normalda rozet görsən. Rozet yəni yaxşı deyil, mən bəyənmirəm. Aksesuarı şəxsən bəyəndim. Əfsanəvini birini mən açım, birini sən aç. Birini sən aç. Görək nə çıxır. Biraz gözləmək istəyirəm. Məncə aç. Tamam. Heyf. Yəni keçən dəfə bir videoya baxdıq. Dedi ki, belə bir kostyum çıxıb. Dedi ki, kaş bizdə olmasın. Ağanın başına gəlmişdi, mənim başıma gəlməmişdi və gəldi Neyniyə başa gələn çəkilir. Nə çıxdı? O oxuyardın da, nə idi? Nitanın kostyumu, Jelibon Nita deyirlər. Hə, elə bir şeydir. Sonra bu əfsanələrdən mən açıram. Güvənirsən? Güvənirəm sənə. Məncə o qədər əziyyət çəkmişik. Bir Supercell bizə bir şeylər versən. Bir karakter ver də, özümüz deyəndə bəlkə eşidərlər. Karakter verir bizə. Krom tavşan krom və düzdür, bu da yaxşıdır, amma kroma kostyumum var və onu da min eləmişəm. Yəni açığı bunu da yəni əvvəl versək daha yaxşı. Nəsə bunu da şimdi seçək. Və bizim bu arada kutularımız bu qədərdir. Hamısını açdıqda. Amma qabaqda hələ var. Və keçirik yenə var. Ağanın hesabına. Keçirik bizim ikinci əsas hesabımıza. 2 hesabımız var. Müşfiq Zavarla Borallo hesabı. Yəni o biri hesab da
təxminən elə belə hesabdır. Yəni necə deyim sizə, o qədər də şansı olmayan hesabdır. Mən müşfiq edirəm həmişə. Çox vaxt karakter çıxarda bilmirəm özümdə. Sən başlayaq. Başlayaq. Bir də karakterləri sizə göstər. Karakterlər göstərim. Karakterlərimizə baxaq. Və 61 karakter var və bu arada gördüyünüz kimi destanslardan Bonnie, Sam, Pearl açılmayıb və destansı. Amma gizemlərin çoxu deyərəm mən. Çoxu yox. Əfsanəvilər də yəni o cür. Biraz mənim hesabıma baxanda karakterləri cüzi miqdarda azdır. Ağa mən istəyirəm ki, bu videoya sən ilkini başlayasan. 67. Tamam, bir dənə göstərək belə. Bir əfsanəvi, bir gizemli. Necə elmasdan başlayaq birinci. Hə, yəni belədir. Əfsanəvi. Bəlkə biz belə eləyək, bir son bir əvvəl açaq. Elə bir totem eləyək, görən nə olur? eləyək. Sən aç. Aç. Və çox qəşəng bir şey çıxdı, 50. Aldın. Və onu almaq yəni heç mümkün Sən deyil. başla. Və bunu mən buradan başlayıram. Mən də çox qəşəng bir şey çıxartdım. Bundan sonra 68-dən başla sən. Mən yenə tez açacağam müşfiq. Aç. O özüm mənim taktikam bilirəm, şey bilirəm. Mən deyirəm onu biraz gözlə. Biraz gözlə. Tamam. Güvənirəm özümə. Hələ də gözlə Bu gizemlər. gizemli ilə görmədim onu. Və mən bunu açıram. Başla. Çox qəşəng. Aslında belə İdarə eləyər, yəni 25 güc puanı. Buradan sən aç. Və ender. ender verir ancaq. Əslində bu Əslində şansı bəlkə də yaxşılaşdırır, çünki əfsanəvi var bizdə. Bir növ məndə yaxşıdır. doğrudan. Amma o da Mən aşamalardan da qatıram. başla. Hə. Mən aşamalını Sən açıram. biraz gözlə. Yəni Oo. inansız bayaqki hesabdan eyni şey oldu. Yəni Hə, başlı işdə eyni şey eyni oldu. şey oldu, Bunu da hə. sən aç. Tez açdım mən də. İndi belə bir şey eləyək. Gizemlini sən açırsan, yoxsa mən Sən əfsanəvi? açırsan, əfsanəvi mən açacağam. Əfsanəvi sən açırsan, çünki sənin hesabındır. Əfsanəvi mən açım. Və mən sənə gizemlini göstərmək istəmirəm. Bir dənə açın, Tamam. sonra sən bax. Tamam. Məncə paltar verər məncə. Çünki son zamanlarda mənə paltar Çox qəşəng bir şey verdi. İzləyicilər baxın. Əfsanəvi də sən aç. Sən buna da mən baxmayım. baxmır hə. Aç. Nitaya yenə kostyum. Və yəni heç o deyil də. Eyni şey oldu. Fikir verdin oldu. Eyni şey oldu. Eyni yəni. Yəni bu qədər eləməməlidir də bizə. Çünki biz oyunu sevərək oynayırıq falan. Yəni Supercell məncə çox şey deyir. Amma əsas mən yaxşı oldum ki, bu kutu açılmasını sizə göstərdik. Hə, əsas oldu ki, yəni izləyicilərimizə qutu açsınlar. Hələ Bravo pəstə yəni kutu açılmaları gələcək. O da bir möhtəşəm video olacaq. Onu da izləməyi unutmayasınız, paylaşacağıq. Ağa mən videonun sonuna gəlmək istəyirəm. İzləyicilərə bir sözüm. Təşəkkür edirəm izlədiyinizə görə. İnşallah sizdən gözləyirik qəşəng like'lar. Bizə neçə like? 50 like gəlsə ağanı gələn videoda da görəcəksiniz. Hə, 50 like atın ki, biz daha da həvəslənək, daha da bizi sevindirəsiniz və növbəti videolarımızda daha qəşəng və daha maraqlı, həyəcanlı olsun və inanırıq ki də elə də olacaq. Qəşəng videolar paylaşacağıq və abunə də olsanız bizi çox sevindirərsiniz. Sizdən yenə deyirəm, gözəl like'lar gözləyirəm. Kanalımıza da abunə olun, bəyənməyi də unutmayın. Yorumlarda da nə fikriniz varsa bildirin. Biz özümüz də baxırıq yorumlara, yəni bəzən qəşəng yorumlar da Fikrinizi də bildirin və sizlə də oynayırıq, yəni necə istəsəz. Heç sən Videonun sonlandıraq onda. Videonu bəyəndirsəz, yəni bəyənməyi unutmayın, abunə olmayı unutmayın ki, yeni videolar gəlsin. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.